Azərbaycanlı idmançı yenidən böyük uğura imza atıb. Həm yerlimiz Şamo Eyvazov İspaniyanın Oviedo şəhərində keçirilən beynəlxalq turnirdə növbəti möhtəşəm qələbəsini qazanaraq dünya çempionu tituluna layiq görülüb. Bu dəfə onun rəqibi 150-dən çox peşəkar döyüşü olan 2 qat Avropa çempionu İspaniyalı Jairo Diaz olub. Şamo Eyvazov ringdə əsl peşəkarlıq nümayiş etdirib, rəqibinə heç bir şans tanımayıb. Gərgin keçən döyüşün ardından İspaniyalı idmançı aldığı zədəyə görə ikinci raunddan sonra mübarizəni davam etdirə bilməyib və nəticədə idmançımız tam üstünlüklə qələbə qazanıb. Qeyd edək ki, 33 yaşlı Şamo Eyvazov əslən Neftçalanın Qaçakənd kəndindəndir. O, hazırda ailəsi ilə birlikdə İspaniyada yaşasa da bütün yarışlara Azərbaycan bayrağı ilə çıxaraq vətənə olan sevgisini və bağlılığını qürurla nümayiş etdirir. Biz də dünya çempionu Şamo Eyvazovu bu möhtəşəm qələbə münasibəti ilə təbrik edir. Qarşıdakı döyüşlərdə ona yeni nailiyyətlər arzulayırıq.